20 ilin sürücüsüyəm. Bu peşədə də istərdim özümü sınayam, avtobus sürməyi. Amma çox arzum idi ki, uşaqlıqdan mən avtobus sürüm. Mənim atam özü sürücü idi, avtobus sürücüsü idi. Uşaq vaxtlarımda çox onunla bir yerdə gedirdim, gəlirdim və çox xoşuma gəlirdi. Həm də arzum idi, deyirdim ki, şəxsi maşınımdan çıxım, nəsə təzə bir şey öyrənim. İctimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədi ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yeni təlim proqramına start verib. Proqram çərçivəsində namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki cəhətdən hazırlıq keçirlər. İnşallah peşəkarcasına tam məsuliyyətlə, inşallah öhdəsindən gələrəm. Görürəm ki, irəliləyiş çoxdur. Həm də qurtardıqdan sonra inşallah istəyirəm ki, avtobus sürücü kimi fəaliyyət göstərim. Aynanın bu təşəbbüsü qadınların iqtisadi fəallığını dəstəkləyir, onların nəqliyyat sahəsində rolunu artırır. Bu həm də ictimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsinə və sərnişin məmnuniyyətinə böyük töhfə verir. Təlimlər sürücülük bacarıqları ilə yanaşı etik davranış, ünsiyyət mədəniyyəti və təhlükəsizlik mövzularını əhatə edir. Əlilliyi olan şəxslərlə düzgün davranış qaydaları da xüsusi aşılanır. Məqsəd yol hərəkətinin təhlükəsizliyini təmin edən, sərnişinlərlə düzgün və nəzakətli davranan, böhran vəziyyətlərində peşəkarlıq nümayiş etdirən qadın sürücülər hazırlamaqdır.